Salam dostlar. Hello. Bugün benim bu ikinci videomu çəkəmin. Başlayırıq sizinlə dəyişik bir şey düzəldəcəyik. Dəyişik deyəndə içində nələr var onlar deyəcəm, bir sayıram. Buradan da göstərəm. Suxari, cipsi, kola, sonra burada var qarıqdalı, sonra sos var, cipsi, suxari, nugget bulaydı. İçinə belə bir peynir sos vuracaq. Suxarimiz, cipsimiz var. Nuggetler. Biz karton kızartması kızartacağız. O da peki kim özümüz kızartacağız. Aslında alacaktı prosto satışta yok idi diye. Var prosto bizim getdiyimiz yerde yok idi diye. Onu almadık. Şimdi sabahşırı özümüz kesip doğuna hamısı tepki göstereceğim. Biz nuggetlerimiz ve kartonlarımızı kızarttık. Kabımız da budur. Şimdi kabımıza koyuyoruz. Qəşərdə. Qabın son halı hələ ki. İçində cipsi, qarıqdalı və suxari var hələ ki. Nuggetlərimizi doğrayırıq. Tam çaksında dadını çəkəcəm. Çok bak saçma. Tadı aldım burası. Adam olmayan burası. 3 yere böl. Az burada hələ nugget. Gətir qapıra. Bunu kartof gör. Gətir bunları dönüştürək. Sən yedir. Hangi kartofu? Oranı seçiyorum. Tutun da bunu. Töç. Bundan da töç ve de bundan. Bunlardan. Ha. Hepsini azdı dostlarım. Ne var? Töçte töç da katacağım. Bəs. Biraz mayonez. İndi gör batına qatacaq onun içine hatta. Ha? Bəsdir. İndi tut bunu. Bunu. Biraz doğramıyor. Qatışdır onu. Burada da acı biberlərimiz var. Acı biberlərdən tökürük. Ki dad qatsın. Biraz balaca doğru ki yandırmasın. Bəs o qədər özdə. Çox qatmadı, çox əzlə. Gördüm mayonez az oldu. Sadəcə az. Töş biraz da töş mayonez. Böyle yiyemeyeceğiz. Bunu biz hansı kaşıkla yiyeceğiz? Tökəsən ondan tökəl, ondan da qəşəng olacaq. Koy özün tüketi. Bəs. Biraz da tök. Bəsdir. Bax görün haran seçdin. Qəşəng oldu ya. Elə məncə bir qabın yeyək. Məncə də. Və dostlar, Gəl çək. hazırlı bir qaşıq götürdüm, görək nədir dadı. Məncə qəşəngsən dənə. Bu qədər insə, sağ olun.